Həftəlik bürclər Oğlaq, Buğa, Qız bürclərinin torpaq ünsürlərinin 22 dekabrdan 29 dekabra doğru nələr gözləyir? Oğlaqlar Günəş Oğlaqa keçid etdiyi üçün Oğlaqlar biraz istədiyim vəziyyətdə deyilsiniz. Açıq-aşkar deyəcəm. Yəni Oğlaqların vəziyyəti o qədər də normal deyil. Çünki bu həftənin ən zəif məddlərindən məncə Oğlaqlardır. Oğlaqlar həm maddiyyatla bağlı addım atacaqlar. Kreditə girə bilərlər, daha çox maddiyyatla alqı-satqı enerjilərini bərbad vəziyyətə qoya bilərlər. Həm də gözünün qabağında olan şansları bu həftə iki şansınız olacaq ki, həmin şanslar bu həftə itirmiş bir vəziyyətdə ola bilərsiniz Oğlaqlar. Buna ehtiyac yoxdur. Və həftənin sonlarına doğru həm sağlamlıqla, həm də özünüzlə bağlı elə problemləriniz olacaq ki, doğru istiqamətdə məntiq olaraq özünüzü aktivləşdirməyiniz zamana doğru boş olacaq. Yəni Oğlaqlar bu həftə dominant olacaqsınız, amma bu dominantlıq daha da sizi qabağa çəkə bilməyəcək. Daha da sizin emosiyalarınızı idarə edə bilməyəcək. Belə deyim də, sanki verilən şansları öz egovuza görə stabil şəkildə idarə edə bilmədiyinizə görə boşluqda olacaqsınız. Amma buna baxmayaraq öz bərpavınızı bacaracaqsınız. Çünki bilirsiniz necə vəziyyətdəsiniz. Mən hər şeyi çox gözəl bilirəm, anlayıram, doğru qərar verirəm. Bu səhv qərardır. Biz nə qədər də bilsək, yenə bilin, düşünün ki, hər bildiyimiz bir məqam daha azdır. Daha çox məlumat toplamalıyıq. Və bu həftə insanların mənəvi dəstəyi, insanların psixoloji olaraq sizə doğru dəstəkləri də məntiq olaraq bunlardan da istifadə etməlisiniz Oğlaqlar. Çünki gedişatlı stabil vəziyyətdə deyil. Və Günəş sizə keçid dönəm eləyirsə, siz bundan istifadə etməlisiniz. Qapılar sizə doğru açılmalıdır, amma mən olmalı deyil. Bu enerji paylanmalıdır. Günəş paylayan bir enerji deməkdir. Enerji biz insanlarla mübadilə olaraq paylamalısınız gələcəyə doğru. Xoşuma gəlmədi həftəmiz və 62-63%-ə qədər həftənizi uğurlu edə bilsəniz, Oğlaqlar böyük bir şeydir. Buğalara gələndə Buğalar bu həftə özünüzün doğru olduğunu, var olduğunuzu sübut edəcəksiniz. Mən varam və mən haqlıyam və doğru istiqamətdə irəliləyirəm ki, bunu bacaracaqsınız. Bu həftə xəyanət, yalan, şübhələriniz o qədər çox olacaq. Dövrüyə eləyəcəksiniz. Hər kəsin maska olduğunu, hər kəsin sizə doğru səmimi şəkildə addım atmadığını hiss edəcəksiniz və doğru bir qərar verəcəksiniz. Çünki bu həftə insanların əsl simasını sanki buğalar görəcəksiniz. Bunu hər zaman görmə bacarığında deyilsə, amma bu həftə siz onu görmə bacarığında olacaqsınız. İnsanlarla şərikli işbirliyinə, şərikli danışıqlar, şərikli aktivləşmə heç bir şey etmirsiniz. Çünki kimlərinsə əl verdiyi bir iş sizi uçuruma doğru, qalibiyyətinizi daha da zəiflədib, hədiyyələrinizi parçalanmış bir şəkildə yönləndirəcək. Bu həftə insanlara məsləhət verə bilərsiniz, insanlarla danışa bilərsiniz, insanlara kömək enerjinizi özünüzə mübadilə olaraq aktivləşdirə bilərsiniz. Çox gözəldir. Valideynlərinizlə ən çox da ata enerjinizlə əlaqədar enerjinizi düzəltməlisiniz. Çünki kişi enerjilərinizin ən gözəl bərpasını ata enerjinizlə düzəltməlisiniz və onunla da bağlı bir balaca narahatçılıqlarınız, sağlıqla əlaqədar problemləriniz olacaq. Pis həftə deyil, çünki bu həftə özünüzü dərk edib, özünüzün önəmli olduğunu biləcəyiniz həftələrdən biridir və bu yeni il ərəfəsindədirsə, demək öz sürətinizi daha çox artırmalısınız. Buğalar 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Xoşuma gəlməyən boğaz, nəfəs və necə deyim sizə, dodaq ətrafı olan problemlərinizdir. Bilmirəm nə baş verə bilər, amma həmin ətrafda göstərilən 5-ci çakradan aktivləşən enerjilərin negativliyi var. Bu, bilirsiniz, elə bir qıraqdan gələn infeksiya ola bilər, qıraqdan gələn müdaxilə ola bilər, sizin bədəninizə toksinləşmiş bir şəkildə təsir eləyəcək. Bu həftənin ən uğurlarından biri qız bürcləri sizsiniz. Qız bürcləri, qalibiyyətiniz hər zamandır. Dediyim sözlər yerini tapır, istəklərim hər zaman öz yerini tapır və öz istədiyinizi bu həftə yüksək səviyyədə aktivləşdirməyə bacaracaqsınız qız bürcləri. Günəş sizin yanınızdadır. Bu həftə elə bir sizin üçün var. Kəskin hərəkətlər edəcəksiniz, kəskin addımlar edəcəksiniz, yolunuzu, istiqamətiniz, özünüzü, yəni tam mükəmməl bir həftənin içərisində ola bilərsiniz. Əgər bu həftənizi uğurlu edə bilməyən bəzi qız bürcləri varsa, yüksələnlərinizə baxmalısınız, çünki yüksələnlər qarışdıra bilər. Bu həftənin problemi bilirsiniz nədir? Qərarsız olmağınız. Bir əlinizdə iki qarpız tutmaq istəyiniz, bu isə normal istək deyil. Bunu stabilləşdirməz. Bir balaca da israfınız maddisal olaraq çox ola bilər, amma buna baxmayaraq özünüzü sevgi olaraq, istək olaraq aktivləşdirmiş yüksək səviyyədə gələcəyə doğru gedə bilərsiniz. Həftənin dalğasını tutmaq çox gözəl şəkildə bacaracaqsınız. Övlad, hamiləlik, ailə ilə bağlı problem olan qız bürclər varsa, bunu özünüzdə düzəldəcəksiniz. Uğurlu bir həftədir. Həftəni belə deyim də 88-89%-ə qədər, 90% də ola bilər. Qız bürclər həftənizi uğurlu edəcəksiniz.